Salam əzizləyicilər, bugünkü avtomobilimiz C5 Amodadır. Bunun belə bir problemi var ki, qapağı açanda belə bir fışıltı səsi gəlir. Bilmirəm kameraya düşdü yoxsa yox. Deməli burada problem nədə ola bilər? Bir də yanacaq doldurma məntəqəsində pistoletlə benzin vuranda pistolet geri atırdı. Deməli yeni maşındır. Burada problem nə ola bilər? İndi sizə göstərəcəm. Bu avtomobildə burada evap klapanı var. Bu klapan açıq qalanda da belə bir problem yarada bilər. Açıq qalanda da belə bir problem yarada bilər. İndi biz bunu yoxlamışıq. Bu işləyir. Bir də problem nədə ola bilər? İndi onu da sizə göstərəcəm. Deməli, əzizləyicilər, bizdə burada absorber yanır. Bu kömür, içində kömür olan bir qurğudur. Benzinin buxarlarını tutur və müəyyən bir vaxt keçəndən sonra evap klapanı vasitəsilə başlayır motorxanaya sovrulmağa. Bunu ustalar bilir. Usta olmayanlara başa salmaq istədim. Və burada bir dənə də klapan var. Lazım olanda bu da açılır, bağlanır müəyyən bir vaxtda. Maşın sönəndə bu normalda açıq olmalıdır. Benzin vuranda hava oradan çölə çıxır. O pistolet onda atmır. Bizim problemimiz burada bir şlank var. Bax, göstərirəm. Bax, bu şlank. Bu şlank əzilibdir. Zavoddan belə gəlib defektlə, əzikdir. Burada 3 dənə çıxışı var. Biri gedir motorxanaya, bayaq göstərdim evap klapanına gedir. Biri benzin çənindən gəlir. Bu da çıxır, gedir yuxarı. Klapan, çox güman ki klapandan sonra da bir dənə balaca filtr var ki, zirzibil gəlib həmən ki bu absorberə dolmasın. Bu bizdə sıxılı qaldığına görə bizim evap klapan lazım onda açılır. Orada vakum yaranır. Mənfi təzyiq daha doğrusu başlayır bakı sovurmağa. Ona görə də bakda mənfi təzyiq yaranır. Mənfi təzyiqə görə də qapağı açanda başlayır fışıllamaq və benzin dolduranda hava çıxmağa yeri olmadığına görə, bax bu boru ilə çıxır hava. Hava çıxmadığına görə bu pistolet atmağa başlayır. Yəni bizim avtomobilin problemi gördüyümüz kimi şlangın sıxılmasındadır. İndi şlangı düzəldəcəm, göstərəcəm sizə və ondan sonra da fışıltını göstərəcəm. Əzizləyicilər, şlangı düzəltdik orada. İndi sizə göstərirəm ki, fışıltı olacaq yoxsa yox. Fışıltı kəsdi. Bilməm, indi kameraya düşür yoxsa yox, amma daha fışıltısı yoxdur. Avtomobilin problemi evap sistemdəki şlangın əzilməsi idi. Diqqətiniz üçün təşəkkür edirəm.